Birinci danışmalı olduğumuz hissə dəyişənlər haqqındadır. Ümumiyyətlə Python proqramlaşdırma dili olsun və ya başqa dillər olsun, orada biz müəyyən qiymətlər ötürmək üçün dəyişənlərdən istifadə edirik. Dəyişənlərin bizim üçün nə kimi üstünlüyü var? Misal üçün, proqramın gedişatında bir qiymət mənimsədirik və həmin qiymət üzərində əməliyyat aparırıq. Bu zaman bizə ixtiyari bir dəyişən lazım olacaq. A dəyişən deyək, B dəyişən deyək və sair fərqi yoxdur. Məsələn, A bərabərdir 5 qiyməti deyək lap. 5 biraz da yaxınlaşdırım ekranı, tam görə bilərsiniz. A bərabərdir 5 yazdıq. Biz avtomatik olaraq A-ya 5 qiymətini mənimsətdik. Bərabərliyə deyirik mənimsətmə işarəsi. Və ya B bərabərdir yazırıq 4. B-yə də 4 qiymətini mənimsətmiş olduq. Burada belə bir əməliyyat aparırıq ki, print sapels mənim üçün A üstə gəl B. A ilə B-nin qiymətini toplayacaq və ümumi nəticəni ekranda göstərməlidir. Run eləyirik. Görün nə verdi? 9 vermiş oldu. Ekranda bizim üçün həmin nəticəni verir bu şəkildə. Misal üçün, burada başqa qiymətlər dəyişə bilərik. İxtiyarı özümüzdən qiymət əlavə edə bilərik. Dəyişənlərin əgər biz qiyməti terminala daxil etmək istəyiriksə, hər dəfə burada stabil qiymətlərlə işləmək istəmiriksə, o zaman bizə lazım olacaq input adlı bir funksiya lazım olacaq. İndi verilən tipləri haqqında danışaq, input haqqında da ətraflı danışarıq. Birinci keçək dəyişənlərin adlandırılması üsullarına. Biz dəyişənləri belə loru dildə desək necə gəldi adlandıra bilmərik. Burada da bəzi sintaktik qaydalar var ki, onlara əməl etmək lazımdır. Əksi halda, sintaktik qaydalara əməl etməsək, bizim proqramımız icra zamanı sintaksis error verəcək. İlk olaraq heç bir dəyişən rəqəmlə başlaya bilməz. Rəqəmlə və ya ixtiyari bir ədədlə başlaya bilməz. Məsələn, 2az deyə bir dəyişən yazıram və ya 2a deyirəm, daha qısaltma olsun. Mən burada bərabərdir 5 yazsam, zaten rəngindən görürsünüz uşaqlar. Rəng ağ şəkil aldı, ağ fona büründü və bu deməkdir ki, artıq bu bizim üçün bir xata verəcək. Amma mən bura B bərabərdir 4 yazsam, daha doğrusu rənginə fikir verməyək, çünki ikisində də ağ oldu. Başqa komplyanordada da rəng dəyişir, bunda dəyişmir. Bu komplyanora görə dəyişə bilir. Ancaq heç bir dəyişənin qarşısında rəqəmlə və ya ədədlə başlaya bilməz. Bu olmaz. Birinci növbədə əsas məsələ budur. Yazaq bura dəyişənlərin adlandırılması. Yanlışlar. Yazırıq bura yanlışlar. Yəni həmin adlandırılmalar yanlış olacaq və bizə sintaksis error vermiş olacaq. Onlar nələrdir? Dedik ki, rəqəmlə və ya ədədlə başlaya bilməz. Misal üçün 2a və deyək ki 4 salam. Məsəl üçün salam adlı bir dəyişən yazmışıq biz ora. 4 artıq qarşısına qoysa bizdə bir error verəcək. Sonra digər hissə isə dəyişənlər arasında boşluq qoymaq olmaz. Misal üçün biz qiymətlər yazırıq. Deyir ki, cüt ədədləri ekrana çapa versin. Biz istəyirik ki, proqram oxunaqlı olsun və bir müəllim, bir başqa şəxs bunu oxuyanda bilsin ki, biz ekrana nəyi çapa vermişik. Ona görə dəyişənin adını da proqramın şərtinə uyğun olaraq yerləşdiririk. Yazırıq, məsələn, cüt ədədlər bərabərdir. Misal üçün, nəsə mənimsətdik buna. İndi mən proqram getmədiyimə görə bərabər də 6 yazıram. Belə fikirləşin ki, gedişat gedib, sonra hər hansısa bir qiyməti cüt ədədlərə mənimsədib. Uzun bir proqramdır. Amma biz uzun bir proqram yazmadığıma görə qısa olaraq yazıram. Cüt ədədlər bərabər də 6. Əsas mahiyyətini başa düşək deyə. Biz cüt ədədləri bu şəkildə yazsaq, bizdən əlbəttə ki, bir error verəcək. Çünki 2 dənə dəyişən arasında, ümumiyyətlə bir dəyişən arasında, belə deyək, sözlərinin arasında bir boşluq qoymaq olmaz.
Bunu doldurmaq lazımdır. Underline, yəni altdan xəttdən istifadə edə bilərik və sair istifadə eləmək olar. Ən yaxşısı, ən səliqəli altdan xəttdir. Mənim ən çox proqramlarda istifadə etdiyim uzun dəyişənləri adlandırarkən istifadə edirəm. Daha səliqəlidir, daha gözə yatımlı görsənir. Bu şəkildə yazmaq, bəli, doğrudur. Burada heç bir error olmayacaq. Yəni biz cüt boşluq ədədlər yazsaq, bizdən əlbəttə ki, error görmüş olacağıq. Bu ikinci qaydamızdır. Digər bir qaydamız müxtəlif şərti işarələr, məsəl üçün hashtag A deyək və ya nida A deyək və ya deyək faiz A deyək. Bu kimi şərti işarələrlə işarələri dəyişənin əvvəlinə keçirməklə adlandırmaq olmaz. Burada da bizim üçün bir xəta vermiş olacaq. Sintaksis error vermiş olacaq. Bu kimi adlandırılmalara diqqət etsək, bizim proqramımızda sintaksis hissəsində bu kimi errorlardan qaçmış oluruq. Əlbəttə, indi kompilyatorlar daha süni intellektləşdirilib, hər hansısa bir yerdə error olduğu halda bizə bildirir. Amma testlərdə biz bunu görməyəcəyik. Testlərdə mütləq ki, proqramın hər sətrini diqqətlə baxmaq lazımdır. Sonra görürsünüz, fikir verirsiniz bayaqdan hashtag qoyuram bunların qarşısına. Həmin bu hashtag nə deməkdir? Hashtaglarımız bizim notlarımız adlanır. Digər adda şərh deyə bilərik buna. Şərhlər proqramda nə kimi rol oynayır? Şərhlərin içərisində yazdığımız nə varsa, istənilən qədər bir sətrə sığacaq qədər istənilən cümləni yaza bilərik bura, qeydlər yaza bilərik. Bunlar proqramın gedişində heç bir maneə törətmir. Misal üçün, mən bura 2A yazsam, başqa bir proqram yazsam, A bərabərdir 5, B bərabərdir 7 və ya gedişat getsəm, bu 2A-ya görə məndə böyük ehtimal ki, error verəcək. Mən bu 2A-nı qeyd kimi bura yazıramsa, o zaman mən bunun qarşısına bir hashtag atmalıyam. Yəni bunu qeyd olaraq proqram başa düşsün. Bilsin ki, bu 2A-nın proqramın gedişatında kodlara heç bir təsiri yoxdur və onu kodlardan xaric etsin, qeyd kimi yadda saxlasın, belə deyək. Sonra baxa bilərik, əməliyyatları icra edərkən bizim istifadə etdiyimiz müxtəlif işarələr var. Bunu bilirik, riyaziyyatdan aşina olduğumuz toplama, çıxma, həmin işarələri yazaq bura. Əməllər işarəsi deyək buna. Məsəl üçün, biz bölmə əməliyyatı yerinə yetiririksə, qalıqlı bölmə, faiz işarəsindən istifadə edirik. Faiz işarəsinin əhəmiyyəti odur ki, verilmiş ədədləri bir-birlərinə bölür və onların qalığını mənimsədir. Əgər biz tam bölmədən istifadə ediriksə, bu zaman tam bölmə əməliyyatını icra etməliyik. Tam bölürsək və ya 2 dənə deyək. 2 dənə qoyuruq. 2 dənə slash qoyursa, bu tam hissəsini tapır. Tam hissəsini tapır. Misal üçün, biz burada yazsaq, gəlin buna uyğun bir dənə misal qeyd eləyək bura. A bərabərdir ilə 5 qalsın. B də bərabərdir yazaq, 2 yazaq. İndi deyək ki, print mənim üçün çapa ver. A-nı böl faizlə B-yə. Gəlin bunu indi run eləyək uşaqlar. Baxın, A-nı B-yə böldüm faizlə. Mənə verdi ekranda 1. Niyə 1 verdi? 5-i 2-yə böldüyümüzdə qalıq 1 olacaq, tam hissə isə 2 olacaq. Mən faizdən istifadə etdiyimə görə proqram bunu A və B əməliyyatlarının bölünməsi nəticəsində faizi ekranda göstərir. Ancaq mən indi 2 dənə slashdən istifadə edeyim, run eləyim. Burada bizdən nə istifadə edəcək? 2-ni ekrana verəcək. Yəni 5-i 2-yə böləndə tam hissə 2-ni mənim üçün ekrana vermiş olur. Sonra digər istifadə etdiyimiz vurmadır. Vurma əməliyyatı ulduzla işarə olunmalıdır. Ulduzdan istifadə edək. 2 ədədi, 2 dəyişəni vurmasını yerinə yetiririk. Sonra toplamadır, çıxmadır.
Bunlar riyaziyyatdan bildiyimiz hissələrdir. Sonra əgər biz üstü qüvvətə yüksəldiriksə, o zaman 2 dənə vurma işarəsini istifadə etməliyik. 2 dənə vurma işarəsi qüvvət üstü, ədəd üstü qüvvətdir belə deyək. Misal üçün biz burada yazaq A 2 dənə vurma işarəsi, yəni A üstü B yazırıq. Ya bu zaman 5-in bizdən kvadratını hesablamış olacaq. Run etsək biz bunu bizim üçün 25-i ekranda verir gördüyünüz kimi. Başqa ABS-dən istifadə edə bilərik. ABS nədir? ABS moduldur. Bir ədədin modulunu tapanda ABS-lə onu hesablayırıq. Sonra SQRT-dən istifadə edə bilərik. Kök 6-dır o. SQRT də verilmiş qiymətlərin kök 6-sını tapır. Məsələn, kök 6-da n yazırıqsa, SQRT n kimi qeyd eləyib, n də mötərizədə yazmaq lazımdır. Bunlardan danışdıq. Başqa görək nədən danışa bilərik. Keçək dəyişənlər haqqında danışaq. Dəyişən tipləri haqqında danışaq. Python proqramlaşdırma dilində biz müxtəlif dəyişən tiplərindən istifadə edirik. Bunlar integerdir, stringdir, floatdır. Integer nə deməkdir? Integer tam ədədləri bizim üçün ekrana verir. Tam ədədləri vermiş olur. String str kimi yazılır. Bu bizə sətirləri verir. String sözünün zaten mənası sətir deməkdir. Sətirləri bizim üçün əlavə proqrama daxil etməyimizə imkan tanıyır. Sonra float var. Floatla integer'ın fərqləri nədir uşaqlar? Integer tam ədədləri verir. Yəni ədədlərin tam hissəsini verir. Misal üçün 5, 6, 8, 100, 200 belə. Bunu ixtiyari sayda eləyə bilərik. Bizim üçün fərqisi yoxdur. Amma float isə bizə kəsr hissələrlə bir yerdə verir. Misal üçün biz ekrana 5.2 yazmaq istəyiriksə, bu zaman bunu float tipində çağırmalıyıq. Əks halda bunu ekranda biz görə bilməyəcəyik. Amma integer tipidirsə, mütləq biz orada 5.2 deyil də 5 yaza bilərik. Artıq 5.2 yazmamız üçün bizə float lazımdır. Stringdə də deyək ki, biz ekrana Azərbaycan sözünü çap etmək istəyirik. Misal üçün A bərabərdir Azərbaycan yazırıqsa, string tipindən istifadə eləyirik. Əgər birbaşa olaraq biz sətir formasında ekrana çap eləyiriksə, dırnaqdan istifadə eləyirik. Həmin bu qoşa dırnaq string tipini artıq proqrama tanıdır. Yəni proqram başa düşür ki, verilmiş dəyişənə mənimsətmə zamanı string tipindən istifadə olunub. Azərbaycan yazırıq bura, Azərbaycan. Və mən burada indi print etsəm, print A etsək, ekranda əlbəttə ki, Azərbaycanı görəcək. Eləyək. Azərbaycanı görürük. Bunu string tipində oxumuş olur. Sonra tiplərimiz haqqında başqa nə deyə bilərik? Tiplərimizi inputda necə istifadə eləyə bilərik? Görürük ki, biz burada A bərabərdir Azərbaycan yazdıq. Proqramın özündə artıq daxil etdik bunu və növbəti gedişatda ikinci dəfə getmək üçün biz gəlib A-nın yenidən mənimsətməsini, yəni ona mənimsədilən qiyməti dəyişməliyik. Ancaq bunu terminal üzərində də eləməyin asan bir yolu var. O zaman bizim köməyimizə input adlandırdığımız hissə çatır. Input. Input nədir? Input istifadəçinin istədiyi kimi ekrana verilənlərin daxil edilməsi üçün lazım gəlir. Burada inputda əgər biz A-ya tam ədəd mənimsədiriksə, o zaman integer qarşısında integer yazılacaq. Yəni verilmiş nə daxil ediləcəksə, onun tipi yazılacaq qarşısında. Yəni biz A-ya tam ədəd daxil ediriksə, o zaman bunu integer tipində daxil etmək lazım gəlir. Integer, sonra bir mötərizə açılacaq. Mötərizənin daxilində input yazırıq. Input, mötərizə açılır, yenidən qapanır.
Mütləq ki, mötərizələrə fikir vermək lazımdır. Əgər sol tərəfdə nə qədər mötərizə açılıbsa, sağ tərəfdə də eyni şəkildə o qədər mötərizəyə bağlanmalıdır. Burada görürük 1, 2 mötərizə açılıb integerdən. Sonra inputu daxil olduğu mötərizə. Sonra da inputuna daxilində nəsə yaza bilirik deyə inputda bir dənə mötərizə açılır. Eyni zamanda bağlanır input hissəsində, sonra da integerin bütöv hissəsində həmin mötərizə ikinci dəfə bağlanır. Əgər burada bir bağlanma olmasa, avtomatik olaraq zaten gördük ki, burada kvadratik bir forma aldı. Bizə deyir ki, burada bir əksiklik var. Gördük, kvadratı bağladı, artıq mötərizəni bağladı, artıq kvadratlar yana çəkildi. Proqramın özü bizə xırda bu şəkildə detallar verir. Bunlara nəzər yetirmək lazımdır. Bu zaman A-ya biz istifadəsi terminaldan sadəcə tam ədədlər mənimsədə biləcək. B də bərabərdir yazaq integer tipində olsun da, yenə input yazırıq bu şəkildə və print eləyək nəyi? Print eləyək A üstəgəl B-ni bizim üçün çapa versin. A üstəgəl B-ni. Gəlin run eləyək. Burada görürük ki, heç nə çıxmadı ekrana. Ancaq yanıb sönən bir göstərici var. Həmin bu göstərici biz not dəftərlərində də görürük. Bir yazı yazırıq. Qara bir göstərici var ki, o yanıb sönməyə başlayır. Yəni bizim yazdığımız hissənin davam etməsi üçün həmin yeri istifadəsi işarə eləyir. Burada da heç nə ekrana çıxmamasının əsas səbəbi inputun içərisində heç bir not verilməməsidir. Ona görə mən birbaşa olaraq daxil etməliyəm. A-nın qiymətini indi bura 5 olaraq daxil edirəm. Terminalı yazdığım bu 5 enter etdiyim halda avtomatik olaraq A-ya mənimsədiləcək. Yəni proqram A-nın qiymətini 5 olaraq qəbul etdi. Enteri basdıqdan sonra bizə növbəti hissəni, yəni B-nin qiymətini istəyir. B-miz də integer tipində olduğuna görə mən bura 9 yazsam və enter etdiyim halda nəticə 14 olaraq ekrana verir. 5-i A-da mənimsədir, 9-u B-yə mənimsədir və print çapa ver A plus B. 5 ilə 9-un cəmi bərabər edəcək 14 bu şəkildə ekranımıza verir. Burada əlbəttə başqa əməliyyatlar da apara bilərik. Misal üçün burada bir dənə də yazaq. Çıxılsın yazaq 3 bu şəkildə olsun. Run eləyək. A-nın qiyməti olsun 5, B-nin qiyməti olsun 2. Enter etdiyim halda 5-i vuracaq 2-yə 10. Ondan da bu 3 qiymətin çıxdığı halda 7-ni bizim üçün çapa vermiş olacaq. Biz burada istəsək float tipindən də istifadə edə bilərik. Gəlin indi float eləyək bunu. Float. Yenidən bir dənə də float qeyd eləyək. İndi fikir verin uşaqlar. Burada maraqlı bir hissə olacaq. Ondan qabaq bunu deyək. Biz inputun içərisində dedik ki, hər hansısa bir qeyd də yaza bilərik. Həmin qeydlər proqramı həm gözə çarpan eləyir, həm də bir başqası proqrama baxdıqda gedişatda, həmin sətirdə nə üçün bunun icra olunduğunu rahatlıqla görə bilir. Ona görə bu şəkildə qeydlər aparmaq lazımdır. Biz qeyd aparanda yenə qoşa dırnaqdan istifadə etməliyik. Qoşa dırnağın içərisində misal üçün yazaq. A bərabərdir. Boşluq buraxdım. Və burada terminalda A bərabərdir göstərəcək. Artıq belə bir yanıb sönən boşluq olmayacaq. İndi B üçün yazaq. B bərabərdir. Bu şəkildə qeyd etdik. Gəlin indi bunu run eləyək. Fikir verin. Run etdiyim halda mənə bu dəfə işçi terminalımda A bərabərdir deyə bir hissə açılır və yenə bir hissə verir bizə. Yazmaq üçün xəbərdarlıq eləyir bizim üçün. Mən bura 5 deyə qeyd eləyirəm. Və enter basdığım halda avtomatik olaraq 5-in qiyməti A-ya mənimsədiləcək. Buradakı A-nın qiyməti 5 olacaq.
B-yə bir dənə qiymət mənimsədək, misal üçün 6 mənimsədirəm və enter basıram və 5-i vuracaq 6-ya 30, 30-dan 3 çıxacaq 27. Ancaq 27 olaraq qiymət verilmir. 27.0 olaraq verilir. Bunun da əsas səbəbi odur ki, biz tipi float olaraq qeyd etmişik. Float olaraq qeyd eləyiriksə, mütləq ki, kəsr hissəni də özü ilə bərabər gətirməli olur. Yəni burada tam ədəddirsə, durub da 27 ekranda göstərməyəcək. Float tipində olduğu üçün biz tam ədəd belə daxil etsək, .0 kəsr hissəsini də göstərməlidir. Bu da float haqqında belə bir maraqlı hissə idi. Əgər test nümunələrində buna bənzər bir hissə qarşınıza çıxsa, yanınızda saxlayın. Sonra sətirlər haqqında qısa bir məlumat verim. Zaten sətirlər keçəndə biz bunlar haqqında tam danışacağıq. Sətirlərdə birbaşa olaraq inputla gediş olur. Hər hansısa bir STR istəsək mənimsətməyə də bilərik. STR mənimsətməsək də problem yoxdur. Birbaşa olaraq belə bir terminalımız gəlsin bura. Biraz yaxınlaşdıraq. Əla. Input olaraq belə də eləyə bilərik. Misal üçün yazaq. Randadırmı? Bunu saxlayaq. Stop etmək lazımdır. Aha. Əla. Biz bura input yazaq ki, cümlə yazaq. Cümlə bərabərdir yazıram. Cümlə bərabərdir. Və deyək ki, print bərabərdir. Print bərabərdir yoxdur doğrusu. Print versin bizim üçün A-nı elə ekranda çap eləsin. Bu şəkildə. Biz burada run etsək, görürük, cümlə yazıldı, heç bir xəta vermədi. Çünki biz input yazaraq da sətirləri daxil etmə hüququmuz var. Yazaram buna, salam yazaram, salam dünya. Salam dünya yazırıq və enter eləyirik. Bizim üçün ekrana salam dünya olaraq cümləmizi çapa verir. Bu da bizim stringlərimiz haqqında. Sonra nə haqqında danışmaq olar? Stringlərimizi dedik. Başqa deyə bilərik uşaqlar, not, or və and haqqında məlumat verək. Məntiqi əməllərimiz haqqında məlumat verək. Gəlin bunu burada qeyd edək. And, or və not. And, or, notun fərqləri nələrdir? And dedikdə verilmiş 2 dənə hissə veriləcək bizə. Deyək ki, bunu şərt operatoru üzərində etsə, şərt operatoru üzərində etsə. And-də hər 2 hissəyə baxacaq. Əgər hər 2 hissə şərti ödəyirsə, həmin şərt blokunu icra etmiş olacaq. Amma şərtlərdən hər hansısa biri şərti ödəməsə, yəni olmasa, doğru olmasa, false olsa, false olduğu halda həmin şərt gövdəsinə daxil olmayacaq əməliyyat. Orada necədir? Orada verilmiş şərtlər çərçivəsində hər hansısa bir hissəsi yerinə yetirilirsə, doğrudursa, yəni məntiqi əməl olaraq desək, true'dursa, true oldusa, bizdə şərtin gövdəsinə müraciət olacaq. Hamısı da olsa olacaq, ən azı heç olmasa biri ödəməlidir. Amma and-də isə hamısı ödəməlidir. Əks halda həmin gövdəyə daxil olmayacaq. Notun prinsipi nədir? Not verilmiş şərt əgər true'dursa onu false edir, əgər false-dursa true edir. Notun əsas hissəsi zaten ingilis dilindən bildiyimiz kimi inkar edici bir hissədir. Verilmiş hissəni bizə inkar etmiş olur. İndi bunlar haqqında daha ətraflı şərt operatorlarını başa salaq, orada danışarıq. Misal üzərində sizə izah edərəm. Şərt operatorlarına baxsaq, Python dilində 3 əsas şərt operatorundan istifadə olunur. Amma bunlardan ən əsası if və else-dir. If və else-nin birləşməsi ilə, həmişə if else deyilib,
Bunların birləşməsi ilə elif deyə bir şərt operatordan meydana çıxıb. Elif. If, else və elif. Bunların fərqləri nədən ibarət? If verilmiş şərt əgər deməkdir. Əgər bu şərt icra olunursa, onda ifə daxil olacaq. Elif nə deməkdir? Elif əgər if verilmiş şərti, əməliyyatı icra olunmursa, yəni oradakı əməliyyat false-dursa, verilmiş şərt deyək daha doğrusu, belə düzgün olar. Verilmiş şərtimiz false-dursa, o zaman elifə müraciət olunacaq. Elif yoxlayacaq. Növbəti addımda elifə baxacaq. Elif doğrudursa, true'dursa, elifin gövdə şərt gövdəsinə əməliyyatı icra olunacaq. Əks halda elif də false versə, yanlış olsa, bu zaman else, yəni əks halda şərtimizə daxil olmuş olacaq. Else yerinə yetiriləcək. Gəlin bunu haqqında bir misal üzərində göstərək. Həm misalımız and operatoru, or operatorla birlikdə olsun, həm də if else haqqında olsun. Deyək, A-nın bir dənə qiymət mənimsədək, A bərabər olsun 5 və ya A-ya 5 qiymət mənimsətməyək, integer tipində, hətta float tipində deyək, qoyun kəsir ədədlərdən də burada işləyək. Float yazdıq, A bərabər də float, avtomatik olaraq inputu burada əlavə etmək lazımdır, çünki istəyirik ki, istifadəsi verilmiş qiymətləri daxil etsin. Yazaq birinci ədəd deyək, bərabərdir. B də bərabər olsun. Yazaq bunda float tipində. Bu da olsun input. Nə deyək? İkinci ədəd deyək buna da. İkinci ədəd. Bu şəkildə boşluğumuzu da qoyuruq. C də bərabər olsun nəyə? C də bərabər olsun float input. Burada dırnaqlarımızı açaq. Üçüncü ədəd deyək buna da. Üçüncü ədəd bərabərdir. Biz görürük ki, istifadəçi tərəfindən 3 ayrı ədəd daxil olacaq. A ədədi, B ədədi və C ədədi. Və adlandırdığımız kimi birinci ədəddən sonra ekrana ikinci ədəd, daha sonra isə üçüncü ədəd deyə qeydlərimiz əks olunacaq və istifadəçi biləcək ki, verilmiş qiymətlər nə üçün istifadə olunur. Terminalda bu əks olunacaq. Və biz burada bir şərt qoyaq. Biraz da boşluq buraxım, proqramımız daha oxunaqlı bir hal alsın. Belə bir şərtimiz olsun. Şərtimizdə desin ki, if əgər A-mız böyükdürsə sıfırdan, and eyni zamanda B-miz də böyükdürsə sıfırdan, and C də böyükdürsə sıfırdan, o zaman buradakı if-in şərt gövdəsinə müraciət et. Buradakı məntiq nədir? İstifadəçinin daxil etdiyi birinci, ikinci və üçüncü ədədlərin hər üçü də müsbətdirsə, bu zaman bizim if şərtimizdə verilmiş şərt gövdəmiz icra olunsun. And verildiyi üçün, and operatoru verildiyi üçün 3 şərt də A böyükdür 0, B böyükdür 0 və C böyükdür 0 şərtlərinin üçü də yerinə yetirilməlidir. Əks halda if şərt gövdəsinə müraciət olmayacaqdır. Və müraciət olunsa nə olacaq? Müraciətimizdə desin ki, misal üçün, print elə bizim üçün, çapa ver, hər 3 ədəd müsbətdir. Hər 3 ədəd müsbətdir deyə ekranda versin. Belə bir şərt olsun. Sonra, əgər deyək ki, bu şərt uyğun olmadı, A-dan, B-dən və ya C-dən hər hansısa biri
və ya bir neçəsi mənfi qiymət aldı və ya 0 qiymət aldı. O zaman elif deyə bir şərt də bura yerləşdirək. Elifdə deyək ki, elif o zaman götürək hər 3 ədədi 0 kimi qəbul edək. Daha belə sadə bir proqram qoyuram bura. And A bərabərcə 0 and və B bərabərcə 0. Daha doğrusu burada 2 dənə bərabər yazmaq lazımdır. Yadınızdan çıxmasın. A bərabər 0 and B bərabər 0 and və desin ki, C bərabər 0. 3-ü də 0 qiymət alırsa, print versin ki, hər 3 ədəd 0-a bərabərdir. Belə bir qiymət bizim üçün ekranda əks olunsun. Sonra else olaraq da bir dənə çapa verək. Else-də desin ki, else print etsin ədədlər qarışıqdır. Belə yazmaq olar. Çünki bunların içərisində 0 da ola bilər, hər hansı ədədin biri 0 da ola bilər, mənfi də ola bilər və ya müsbət də ola bilər. Hər 3 ədəd fərqlidir. Hər 3 ədəd qarışıqdır. Belə yazaq. Fərqlidir yazmayaq. Qarışıqdır yazaq. Qarışıqdır. Yəni gəlin bunu run eləyək. İstifadəçi ədəd daxil etmək istəyir. Misal üçün -5 daxil eləyir. Birinci ədədi. Enterə basır. İkinci ədəd daxil etməlidir. 8.7 yazıram. Müsbət ədəd olaraq və float tipində. Zaten biz float yazmışıq deyə proqramımızda. Biz avtomatik olaraq burada kəsri qeyd edə bilərik. Heç bir problem olmayacaq. Enteri basırıq. Üçüncü ədəd daxil etmək lazımdır. Üçüncü ədədimiz olsun 0. Enterə etdikdə hər 3 ədəd qarışıqdır ifadəsini bizdə ekranda əks etdirəcək. Niyə belə oldu? Gərək proqram üzərində fikir verək. If şərtinə baxır. A böyükdür 0, B böyükdür 0, C böyükdür 0. 3 şərt də doğrudursa, if'in şərt gövdəsinə müraciət olunacaq. Amma birinci ədəd, yəni A ədədi -5 olduğuna görə yanlış olur və yanlış olduğu üçün, gəlin burada qələm işarəsini açaq. Yanlış olduğu üçün avtomatik olaraq if şərtinin dəyəri ölür. Biz if şərtinə müraciət etmiş olmayacaq. Növbəti etaba baxmaq lazımdır. İkinci ədəd 8.7-dir. İkinci ədəd 8.7-dir. If şərtinin artıq işimiz yoxdur. Keçirik elifə. Elif baxacaq. A bərabərdir 0. Biz yenə -5 daxil etmişik deyə, zaten burada öz funksiyasını itirir. -5 daxil etmişik çünki A-ya. Burada funksiyasını itirir çünki A bərabər deyil. A 0-a bərabər deyil. Növbəti hissənə də baxsaq. Burada if şərti də ödənmir. False verdi. False verdi. F olaraq başında qeyd edirəm. Elif şərti də false verdi. Yəni yanlışdır. O zaman bizdə qalacaq yeganə çıxış yolu else-yə müraciət olunmaq. Else də birbaşa olaraq bizi printə yönləndirir. Deyir, hər 3 ədəd qarışıqdır deyə ekranda çap etsin. Bu şəkildə proqramların həm sadə, həm də istənilən strukturda mürəkkəb proqramların çalışma funksiyası, prinsipi bundan ibarətdir. Bu tipdə çalışır. Şərt haqqında nə görsəz, bilin ki, bu tipdə olacaq. Sonra gəlin import matçı daxil olmamışdan qabaq biraz maraqlı misallar qeyd eləyək. Daha maraqlı tipdə misallar yazaq bura. Bu bizim birinci misalımızdır. Ümumi dırnaqlaya bilərikmi buradan? Buradan başlasaq, bura qədər. Aha. Baxın uşaqlar, bunu da qeyd eləyim. Hətta buradan dırnaqlamayaq. Buradan olmaz. Çünki
Buradan dırnaqladıq. Buna dırnaqlama deməkdir. 3 tərəfli dırnaqlama deməkdir. Bu da şərtdir. Sadəcə olaraq daha böyük qeydləri özündə əhatə eləmək üçün istifadə edirik. Siz hashtag-dan istifadə etsəz, bir sətir boyunca qeydlərinizi tuta bilərsiniz. Yəni mən bunu ikinci sətrə əlavə etsəm, baxın avtomatik olaraq nə olacaq? Yanlışlar sözü, bu söz proqramımızın gedişatına təsir edəcək. Yəni bu şərh funksiyasını itirmiş olur. Belə deyək. Əgər bir sətrə sığışmırsa bizim yazdığımız qeyd, bu zaman 3 tərəfli dırnaqdan istifadə edərik. Hardan qeyd etmək istəyirsə, həmin sətrin abzasından 3 tərəfli dırnaq qoyuruq və harda bitiririksə, həmin hissənin də sonuna 3 dırnaq qoyaraq ümumi hissəni şərhə çevirir. Yəni bu hissə artıq bu proqram bizim növbəti proqramın gedişatına maneə törətməyəcək. Hətta burada yer də aça bilərəm. Yazıram bu misal 1 kimi. Misal 1. Ya da nümunə 1 qeyd edək, daha məntiqli olsun. Nümunə 1 kimi qeyd etdik. İndi sizə başqa nümunələr üzərində göstərək. Misal üçün, gəlin diskriminantın hesablamasına aid belə bir maraqlı proqram yazaq. Biz həmişə çalışın proqramı qeyd edəndə, bir Python dilində proqram yazanda, necə ki, alqoritmdə ilə yazırdıq, Python dilində də həm elə. Düsturları biləsiz, düsturları və gedişatı, riyazi yönünü biləsiz. Biz əgər diskriminantı hesablayırıqsa, diskriminantın birinci növbədə düsturunu bilməliyik. Diskriminantın düsturu nədir? Diskriminant bərabərdir b kvadratı, sonra çıxılsın 4ac. Bu bizim diskriminantın düsturudur. Sonra deyirdik ki, şərtlərimiz vardır. Diskriminant 0-dan böyük olacaq, bərabər olacaq, 0-dan kiçik olacaq. Diskriminant 0-dan böyükdürsə, deyirdik ki, bunun 2 dənə kökü var. 2 dənə kökü olacaq, x1 kökü, bir də x2 kökü olacaq. Diskriminant 0-dan kiçikdirsə, bu zaman bunun həlli olmayacaq. Həlli yoxdur. Yoxdur həlli. Əgər diskriminant 0-a bərabərdirsə, bu zamanda bizim belə bir düsturumuz var idi. Mənfi b bölünsün 2a kimi düsturdan istifadə edirik. Biz burada gedişatı gördük. Birinci növbədə diskriminantın düsturunu təyin etməliyik. Diskriminantın düsturunu təyin etməmişdən qabaq bizim diskriminantın gedişatında 3 dənə dəyişəndən istifadə etmək lazımdır. Bu misal üçün A, B və C dəyişənləri ola bilər. A, B, C dəyişənləri üzərində biz verdiyimiz qiymətlərə görə